aktual mövzulardan birinə toxunmaq istəyərdim. Çiyin ağrılar, boyun və nəyə görə insanlar çiyinlərini belə aşağı salır, qamət itir. Əlbəttə ki, biz bunu edəndə bel ağrıları gələcək, ayaqlar ağrıyacaq. Çünki böyük əzələlər hamısı bir-birinə bağlıdır. Bundan necə qurtula bilərik? Mən sizə bir sadə yoga hərəkəti göstərəcəm. Hansını siz etməklə təxminən gündə 2 dəfə etsəz, səhər, axşam, siz 2 həftə ərzində tam olaraq bu problemi aradan götürəcəksiniz. Özünüzü gümrah hiss edəcəksiniz. Çiyinlər arxaya gedəcək. Ümumiyyətcə, əgər sizdə gərginlik, əsəb var, tez özünüzdən çıxırsınız, səbirsizsiniz, bu problemlə bağlıdır. Nəyə görə? Çünki çiyinlər aşağı gəlir, iç orqanlar, daxili orqanlar sıxılırlar, gərgin olurlar və səndə o sinir sistemi artıq çalışmamağa başlayır. Amma biz qamətimizi düzgün saxlayanda, boğaz düz olanda, çiyinlər arxaya gedir, insan özünü çox gözəl hiss edir, fiziki olaraq, ruhsal olaraq. Beynə gözəl qan dövranı deməli baş verir. Sən özünü gözəl hiss edirsən. Mən çox tövsiyə edərdim sizə, ümumiyyətcə həyatınıza yoganı qatasınız və yaxud hansısa bir dartılmalar mı deyim, fiziki hərəkətlər çox önəmlidir. Sizin bu günləri güclü, sağlam, xoşbaxt qalmağınız üçün. Gəlin keçək hərəkətə. Biz buradan qollarımızı aparırıq arxaya, zamok edirik. Qamətimiz düzdür. Çiyinlərimizi tam açırıq, tələsmirik. Ayaqlarımız bir-birinə yaxındır. Buradan diqqət edin, mən belimi düz saxlayıram. Yəni, belə əymirəm aşağı. Bunu etmirəm. Bel düzdür. Gəlirəm 90 dərəcə və təxminən bir 30 saniyə bu hərəkətdə qalıram. Qollarım açıldıqca, çiyinlərim açıldıqca qollarımı biraz da yuxarı qaldırıram. Və buradan təxminən 30 saniyə keçəndən sonra dizlərimi qatlayıram və qarnımı, sinəmi qoyuram dizlərimin üzərinə. Və qollarımı maksimum açıram, başıma tərəf aparıram. Bu hərəkətdə sabit hərəkətdir. Nəfəs alırıq burunla və təxminən 1 dəqiqə bu hərəkətdə qalırıq. Eyni zamanda qan dövranını da aktivləşdiririk. Çünki hal-hazırda bizim beynimizə küllü miqdarda oksigen gedir, qan dövranı yaranır. Nəfəs alırıq burunla, gözlərimizi yuma bilərik. Bu hərəkəti siz gündə 2 dəfə etsəniz, çiyinləriniz açılacaq. Beliniz güclənəcək. Qamətiniz beldə olan xırda əzələləri aktivləşdirməklə qamətiniz düzələcək. Özünüzü çox gözəl hiss edəcəksiniz. Ümumiyyətcə, biz bədənimizi hərəkətdə saxlamalıyıq. Hərəkətdə olan bədən, aktiv bədən. Baxın, bu bizim fizioloji tələbimizdir. Yəni, bizim bədən bunu tələb edir. Biz nələrisə etməyəndə, fiziki hərəkətləri etməyəndə, bədən başlayır sürətlə qocalmağa, sıradan çıxır, şuur sıradan çıxır, beyin əsəbi olur, gərgin olur.
Başlayırıq hər şeydən qorxmağa. Çünki bədən güclü deyil. Sənin ruhun güclü bədəndə yaşamır. Bir çox problemlər ortaya çıxır. Diqqət edək, yəni öz gələcəyimizə bu bir yatırımdır. Hər şey bundan başlayır. Sən bu günləri bunun nəticəsini gördün, sabah başda başqa şeylər eləməyə. Bədənini aktivləşdir, ayaqlarını gücləndir. Bu çox önəmlidir. Biz sağlam olmalıyıq. Çünki gələcək